Salam şagirdlər, bu videoda kvadrat kök həqiqi ədədlər mövzusunun A variantının bütün testlərinə baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. A variantından sual 1-dən başlayaq. Uşaqlar biraz bulanıq düşüb, amma hər halda ki ümidvarım görükür. Birinci sualda, deməli bizə verib kök adda 0,64, üstə gəlib kök adda 0,49, çıxaq kök adda 0,36. İfadəsinin qiymətini hesablayın. Uşaqlar 0,64'ü əslində biz kökdə %64, kökdə %49 minus kökdə %36 şəklində yaza bilərik. Düzdürmü? %64 nə? Deyin, kökü %64 olan ədədin qiyməti neçədir? 100-dən kök çıxır 10, 64-dən çıxır 8. Deməli 10-da 8-dir. Üstə gələk. 100-dən çıxır yenə 10, 49-dan çıxır 7, çıxaq. 100-dən yenə çıxır 10, 36-dan çıxır 6. Cəmi məxrəcləri bərabər yazıram 10-da 8 üstə 7 edir 15, 6-da çıxanda edir 9. Cavabımız olar 10-da 9. O da 10'luq kəs şəklində yazsaq 0-da 9. Cavabımız A variantı. İkinci sualda isə kökdə 0,81 çıxaq kökdə 0,25 üstəcək kökdə 0,16 ifadəsinin qiyməti. İnşallah bunu indi isə baxın kökdə 0,81'i kökdə %81 kimi yazsam alıram nə? 10'dan çıxır. Daha doğrusu 100'den çıxır 10, 81'den çıxır 9. 0,9. Baxıram ki bunu, bu sıfırı açsam, buradan edir 0,81. 81'den 9 çıxır, 100'den də 10 çıxır da. Ona görə şifahi 0,81'i uşaqlar %81, yaxınımıza deyək, %81'den 10'da 9 çıxara bilərik. Da bunu yazmağa heç ehtiyac bilmirəm, lüzum bilmirəm. Ona görə birbaşa yazacağım. Baxın 0,81'den 0,9 çıxır. 0,25'den 0,5 çıxır. 0,16'dan 0,4 çıxır. Toplasaq, buraya 0,4, 0,4, 0,8. Cavabımız olar D variantı. Üçüncü sualda isə kökdə 9'da 1, üstə gələk kök adda 2,4'də 1, çıxaq kök adda 0,4'də 4. Şöyle bunu gəlin sadələşdirək. Kök adda 9'da 1'ə dəymirəm. Digər kökü düzgün olmayan kəsə çevirirəm. 4'də 9 çıxaq. Bunu isə baxın 0,4'də 4'ü necə yazırdıq? 9'da 4 kimi yazırdıq. Doğrudurmu? Bunu da yazıram 9'da 4. İndi sadələşmə aparsam 9'da 1'dən kök nə çıxır? 3'də 1. 4'də 9'dan çıxır 2'də 3. Çıxaq. 9'da 4'dən isə 3'də 2 çıxır. Bununla bunu çıxsaq eləyir mənfi 3'də 1. Üstə gələk 2'də 3. O da bizə verir 6'da mənfi 2 üstə gələk 9. Bu da eləyir 6'da 7. Yəni 1,6'da 1. Və yaxud C variantı 6'da 7. Dördüncü çalışmada isə bizə verib 16'da 9 çıxaq 1,9'da 7 olar 9'da 16 kimi, yəni düzgün olmayan kəs şəklində yazdım. Üstə gələk 2,4'də 7'ni isə yazıram 2 tam, baxın 2 tam 4'də 7'ni yazıram 2,9'da 7. Onu da düzgün olmayan kəs çevirsəm 9'da 25. Birbaşa yazıram 9'da 25. Sadələşdirsəm isə birinciden çıxır 4'də 3, ikinciden çıxır 3'də 4, üçüncüdən çıxır 3'də 5. Sadələşdirsək 4'də 3, bunu toplasam nə eləyir? 3'də 1. Üstə gəl 3'də 1. O da eləyir orta məxrəc 12'də 9 üstə gəl 4. Yəni 12'də 13. Cevabımız B variantı.
5-ci çarşımada isə bizə verib kökdə 28 üstə gələk kökdə 64. Uşaqlar baxın, biz kökdə 28-i dəymirik. Kökdə 64-dən nə çıxır? 8 çıxır. Bu cəm bizə nəyi verir? Kökdə 36, onun da kök çıxır 6. Cavabımız olur C variantı. 6-cı sualda isə bizə verib kökdə 52 çıxar kökdə 9. Birinci ən içdəki kökdən başlayırıq, yəni bundan. Alıram 52 çıxar, kökdə 9-dan nə alınır? 3. Kökdə 49 bölür 7. Cavabımız olur D variantı. 7-ci çarşımada isə aşağıdakılardan hansının mənası yoxdur? Şöyle baxın, mənası yoxdur deyir. Kök altının mənfi olmağın belə ki ola bilməz. Doğrudurmu? Burada 4-ün kvadratı nə idi? Daha doğrusu mənfi 4-ün kvadratı müsbət 16, 3 çarpanda 48. Bunun mənası var. Düzdürmü? Burada isə mənfi 3, baxın uşaqlar, kök altda mənfi 3 vura, mənfi 4-ün kvadratı 16. Bu da kök altda mənfi 48. Kök altda mənfinin mənası yoxdur. Ona görə bu olmaz, yəni bu mənası yoxdur. Sonra bir də bunun mənası yoxdur. Bu əslində ikisi eyni şeydir deyəsən. Eyni şeydir. Cavab 2, 3 neysə. 2, 3 C variantının mənası yoxdur. Sonra 8-də isə aşağıdakıların hansılarının mənası yoxdur deyir yine. Şöyle baxın, birincinin mənası var. Çünki bu bir müsbət, 7-yə də bəndə deyəcək müsbət. Mənası var. İkincinin mənası yoxdur. Bu bizim cavabdır. Burada işarə qoymuşsun. Demək, cavablarımızın üstünə quş işarəsi qoyacağım. Sonra bunun mənası yoxdur. Çünki mənfi vuraq müsbət alınır. 2, 3-ün mənası yoxdur. Yine 8'de de oldu 2 ve 3. C variantı. Sonra 9-cu sualda isə şuralar bizə deməli bir neçə ədəd verib və rasional olduğunu soruşur. Deməli verib 0 tam dövrdə 3. Mənfi 1 tam 5'də 4. Kök altda 0 tam dövrdə 4. Kök altda 5 pi bir de kökdə 2 bölü 2 ədədlərinin neçəsi rasionaldır? Uşaqlar gəlin bir aydınlaşdıraq. Bu nə deməkdir? Dövrdə 3, 9'da 3 deməkdir. O da 3'də 1'dir. Bu oldu rasional. Daha doğrusu yəni buna dəymirik. 5'də 4. Bu isə kökdə 9'da 4 deməkdir. O da 3'də 2 deməkdir. Kökdə 5 olduğu kimi qalır. Pi də qalır. Bu da qalır. Kökdə 2 bölü 2. İndi ayıraq görək hansı? Rasional deyir, irrasional deyir. Rasional deyir. Şöyle rasional dedik. En bölək en şəklində olan ədədlərə dedik rasional ədədlərə. Düzdür? İndi hansı rasional oldu? Bu. Bitti. 3 dənəsi rasionaldır. Cavabımız olar. 3 hansı variantdadır? C variantında. Sonra 10-cu çarşımada isə şuralar bizə verib 0-da 2 dövrdə 6. Bunu açaq görək nə edir? 90'da 26 çıxaq ki 24. Bu oldu birinci ədədimizin qiyməti. Mənfi 5 tam 11'də 7. Bu heç. Digəri mənfi kök altda 0'dan dövrdə 2. Yəni 9'da 2. Düzdürmü? Bu olduğu kimi qalır və yaxud mənfi 3'də 1 kökdə 2 kimi qalır. Bu da belə. Sonra kök altda 5. Sonra pi plus 1. Bir de kök altda 3 bölü 5. İndi burada da deyir ki hansı rasionaldır? Rasionalın biri burada. İkinci. Sonra 2 dənə. Qalanlar bu irrasional və irrasional. Deməli 2 dənəsi oldu nə? Rasional. Cavabımız olar A variantı. 11'də isə uşaqlar bizə verib ki kök altda 51 ədədi hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Uşaqlar baxın. Ədəd oxunda tutaq ki kök altda 51 yerləşir burada. Kök altda 51 hansı iki qonşu tam ədəd arasında yerləşir, düzdürmü?
2 ardıcıl təməl olsun. Baxın uşaqlar, kök həddə 51-dən kiçik kök həddə 49 var, hansı ki 7-nin kvadratdır və kök həddə 64 var. Bu da 8-in kvadratdır. Bu 7 deməkdir, bu 8. İndi kök həddə 51 hansı iki tam ədədlər arasında yerləşdi? 7 və 8-in arasında. Cavabımız olar C variantı. 12-də isə kökdə 61 ədədi hansı iki ədəddən deyilsin? Uşaqlar, yenə baxın, 49 ilə 64 arasında olacaq yenə və kök həddə 61, 7 və 8 arasında yerləşəcək. Cavabımız olacaq A variantı. 7 və 8 arasında. Sonra 13-də isə K-nın hansı qiymətində A koordinatı 4K nöqtəsi y bərabərdir x kvadratı funksiyasının qrafik üzərində yerləşir. Uşaqlar, əgər o qrafik üzərində, yəni y bərabər x kvadratının, yəni parabolanın üzərində yerləşirsə, deməli onun x-in yerinə həmin koordinat x-in qoyanda y qalırıq. Yəni 4-ü gətirib qoyacaq yenə x-in yerinə y tapacaq. Onda y bərabərdir 4-ün kvadratı. O da 16. Düzdür? 16 nədir? Y-in qiymətidir. Burada da y-in qiyməti nədir? K. Deməli K nəyə bərabərdir? 16-ya. Bizim K-nı soruşur. Cavabımız olar D variantı. Sonra 14-cü çalışmada isə K-nın hansı müsbət qiymətində A koordinatı K4 nöqtəsi y bərabərdir x kvadrat funksiyasının qrafik üzərində yerləşir. Uşaqlar, yenə deyirəm, qrafik üzərində yerləşir. Y-in 4-ünü gətirib qoyacaq burada yerinə. 4 bərabərdir x kvadrat. Biz buradan x-i alırıq nə? Plus minus 2. Amma bizə nə deyir? K-nın hansı müsbət qiymətində? Burada nədir? Ya mənfi 2, ya müsbət 2 olmalı. Düzdürmü? Amma bizə müsbəti soruşur deyə, yəni K-nı müsbət nəzərə al deyir deyə, onda biz K-nı götürəcəyik buradakılardan birini, yəni 2-ni. Müsbətin. Cavabımız olacaq 2, yəni A variantı. Belə. 15-də isə hayda, niyə belə bulanıq düşüb bu? Deyir, aşağıdakı nöqtələrdən hansı y bərabər kök həddə x funksiyasına aiddir? Şöyle baxın, y bərabərdir kök həddə x aiddir. Kök həddə x-in qrafiki əslində burada lazım deyil, prosta çəkirəm ki, yadınızda qalsın. Birinci rübdən keçib sağa doğru belə hərəkət edir. Deməli, deyir ki, funksiyasına aiddir. Yəni, x-in yerinə verilmiş koordinatın A nöqtəsi koordinatları x, y-dir, düzdür. X-i qoyanda kök həddə x bərabərdir y alırıqsa, onda həmin nöqtə funksiyanın qrafiki üzərindədir. Baxın. C variantına baxın, inşallah qalanlarda yoxdur. Çünki xırda-xırda izah edə bilməyəcəm, vaxt çox gedəcək. Çünki 80 sual səhv etməmsə. Baxın, C variantını niyə deyirəm C variantı? Çünki x-in qiyməti 4-dür, y-inki x-dir. Yəni, x-in yerinə 2 yazsam, y bərabərdir kök həddə 4. Daha sonra 4 yazsam, nə alıram buradan? 2. Yəni, y-i 2 alıram. Deməli, 4, 2 gün. Yəni, x-in 4 qiymətini y 2 alır. Bu deməkdir. Yəni, C variantı. Amma qalan digərləri heç vaxt x-in qiymətini kök həddə yatırıb yerinə qoysaq, y-in qiymətini almalıdır ona görə. 16-da isə aşağıdakı nöqtələrin hansı qrafikinə aiddir? Yenə y bərabər kök həddə x-a. Baxın, inşallah, hansı 1, 1, 1, D variantına baxın, inşallah, D variantına. X-in 1 qiymətində 1 bərabər kök həddə 1 bərabər ödəyir, hə. Deməli, həmin nöqtə 1, 1 nöqtəsidir. 17-də isə uşaqlar, bizə deyir, aşağıdakı hansı müsbətdir? Aha. Müsbətdir. Müsbətdir, aha. Bizə verib birinci kök həddə 2 çıxaq 1 onda 4. Uşaqlar, kök həddə 2, 1 onda 4, 1, 1, belə davam edir. Düzdür. Bundan da 1 onda 4'ü çıxsa, bu eləcək nə? Müsbət. Bu eləcək müsbət. Kök həddə 3 çıx 1 onda 8. Bu kök həddə 1 onda 7 təqribən də 1 onda 7 və davam edir. Bundan 1 onda 8'i çıxsa bu mənfi edəcək. Kök həddə 5 çıx
neçə? 2 onda 3. Bu isə kök hətta 5-dən 2 onda 2 çıxır təqribən. Və 2 onda 3-ü də çıxsaq, yenə bu mənfiləyəcək. Və sonuncu hansıdır? Aha, kökdə 6 çıx 2 onda 4. Bu da deməli 2 onda 4 və belə davam edir. Yəni 4-dən sonra ədədlər var. Çıxaq 2 onda 4 çıxsa bulacaq müsbət. Bizdən nə soruşdu? Müsbəti mənfi. Müsbət oldu 1-ci və 4-cü. 1 4, yəni B variantı. Və yaxud uşaqlar, baxın, bu neçə ilə 17 idi. 18-də baxın, göstərim. Bizə birincide verib 1 onda 3 çıxaq kökdə 2. Bayaq kökdə 2-nin 1 onda 4 demişdik. Amma gəlin neyim? Bir dənə birini göstərim. Kökdə 2-ni kökdə 2-ni deyirdik ki, baxın bu birinci belə izah edim. Kök adda A bərabərdir M, daha doğrusu kök adda M üstə gələk. Deyirdik A çıxaq M bölək N çıxaq M. Bu şəkildə idi. Amma hansı halda? Burada N, daha doğrusu N böyük olarsa M-dən. Yəni kök adda. Yəni ümumiyyətlə təqribi kvadrat kökü tapmaq üçün bu üsuldan istifadə edirik də, düzdürmü? Bu düsturumuz idi bizim. Bunu ümumiyyətlə yadda saxlamaq vacib deyil. Prosta indi mənim yadımda qalıb da. Amma yəni yadda saxlamaq əslində daha gözəl bir şeydir. Çünki kök təkəmmüs üçün verib kök atdımsan 108, onu necə kökdən çıxarmaq lazımdır. Təqribi də tam qiymət təbii ki tapmaq biraz uzun gedir ona görə. İndi kök adda 2 necə yaza bilərik? Kök adda 2-dən kök çıxır 1. Üstə gələk, düzdürmü? Baxın, bu düstura baxın, mən onu tətbiq edirəm. 2 çıxaq M, M nə idi? Kök adda 2 idi, düzdürmü? 2 daha doğrusu 2 çıxaq 1 bölək 4 çıxaq 1 bərabərdir. Burada nə alırıq? 1 tam 3'də 1. Bu kök adda 2-dən çıxan ədəddir. 1 tam 3'də 1. İndi burada bu kök adda 2-dən çıxandır. 1 onda 3-dən 1 onda 3-dən çıxsaq 1 tam 3'də 1'i bu bizə nə verər? 30'da ortaq məxrəci götürsək 30'da demək nə alırıq? 1 tam 30'da 3'ə burada 9 deməkdir. Çıxaq bu da 30'da 10 deməkdir. Bu bizə verəcək mənfi. Düzdürmü? Yəni 30'da mənfi birləyəcək də. Eyni zamanda bu ifadə deməli olacaq mənfi. Və yaxud dediyimiz kimi kök addakidən 1,4 çıxır. 1,3'dən 1,4 çıxanda bu eləyir mənfi. Bunu bilirik. Sonra ikincidə deyir ki, bu birinci idi. İkincidə 1,9 çıxaq kök adda 3. Uşaqlar 1,9 nədir? Elə bərabər 1,9 çıxar. Kök adda 3 isə 1,7 və davam edir. Bu yəni müsbətdir. Üçüncüdə isə 2,2 çıxaq kök adda 5. 2,2 çıxaq 5. Deməli 2,2 çıxaq 2,2 və davamı da var. Bu nə eləyəcək? Mənfi edəcək. Və dördüncüdə isə deyir ki 2,5 çıxaq kök adda 6. İnşallah 2,5 bu da 2,4 və davamı var. 2,5'dən 2,4 çıxanda beləcək müsbət. Deməli bizdən müsbət mənfi hansı? Mənfiləri soruşdu. Bu 2 dənə yox, bu 2 dənə yox. Deməli 3-cü və 1-ci oldu mənfi. 1 3. Yəni B variantı. Daha sonra 19'da isə uşaqlar kökdə 12 vur kökdə 48. Uşaqlar mən burada kökdə 12'yə dəymirəm. Kökdə 48 yazıram. Kökdə 12 vur kökdə 4 kimi. Düzdürmü?
Kökdə 12-nin kökdə 12 əvəndə eləyir ilə 12. 4-dən də çıxır 2. Cavabımız 24. Yəni B variantı. 20-ci çarşımada isə kökdə 18 vur kökdə 8. Bunu ümumi kökdə 18 vur 8 kimi yazsam, bunu da 2 vur 9 kimi, yəni 18-i, 8-i isə 2 vur 4 kimi yazsam. Bu 2 ilə bu 2-dən bir dənə kök 2 çıxır. 9-dan kök 3 çıxır. 4-dən isə kök 2 çıxır. Bu da eləyir 2, 3, 6-ın 2 əvəndə eləyər 12. Cavabımız C variantı. 21-də isə kökdə 25 vur 0,36 vur 1,44. Şöyle 25'ten kök çıxır 5, bu getdi. Kökdə 0,36'dan çıxır 0,6 vura. 1,44'ten də 1,2 çıxır. Hasil edir. Bunu buna vuranda 6, 6'nın 0,6 yanında 3,6. Cavabımız D variantı olar. 22'də isə kökdə 16 vur 0,25. O da vura 1,21. İnşallah bunu yəni vurup açıp hesaplamak ihtiyac yoxdur. Bir çıxara gelirik. 16'dan kök çıxır 4. 0,25'den 0,5 çıxır. 1,21'den də 1,1 çıxır. Hasil nə edir? Bu eləyir 2. 2'nin də 1,1 əvəndə eləyir 2,2. Yəni A variantı. Sonra 23'də isə uşaqlar. Kökdə 37'nin kvadratı çıxaq 12'nin kvadratı. Uşaqlar kvadratlar fərqi var deyə A kvadrat çıxaq B kvadrat. Yadınızda baxın A kvadrat çıxaq B kvadratını biz hasil şəklini necə yazırdıq? Deyirik bir dəfə fərqi, bir dəfə isə cəmi. Düzdürmü? Ona görə yazırıq kök adda 37 çıxaq 12. Bura kök adda, daha doğrusu kök adda yox. 37 üstə gələ 12. Bərabərdir. Bu fərq nə eləyir? Kök adda 25 vura. Bu cəm hissəlir 49. Şala 25'ten kök nə çıxır? 5. 49'dan çıxır 7. Hasıl edir 35. Cavabımız A variantı. 24'də isə 65'in kvadratı çıxaq 16'nın kvadratı. Baxın uşaqlar, burada yenə bir dəfə fərqi, bir dəfə cəmi kvadratlar fərqi kimi yazıram da, düzdürmü? Kvadratlar fərqini hassilə çevirirəm. Yazıram 65 çıxaq 16, bir dəfə də 65 üstə ilə 16. Və kök adda 49 vur 81 alınır, düzdürmü? 49'dan kök çıxır 7, 81'den çıxır 9, hasısı 63. Cavabımız D variantı. Sonra 25-ci sualda isə bizə verib kök adda -2'nin üstü 4 vuraq 5'in kvadratı. Şöyle -2'nin üstü 4 eləyir müsbət 2'nin üstü 4. Yəni sücud dərəcəsində olduğu üçün. Yəni 16 eləyir. Ondan da kök çıxır 4 vuraq. 5'in kvadratından çıxır 5. 2 eləyir 20. Cavabımız olar D variantı. Və 26'da isə yine uşaqlar bizə verib kök adda -5'in üstü 4 vuraq 2'nin kvadratı. Aha. Bunu müsbət 5 üstü 4 kimi yazmaq olar. Yəni 25'in kvadratı. Baxın uşaqlar 5'in üstü 4 nə deməkdir? 5 vur 5 vur 5 vur 5 deməkdir. Bunu yazıram 25 vur 25. Yəni 25'in kvadratı kimi yaza bilərəm. Vuraq 2'nin kvadratı. Şöyle 25'in kvadratından 25 çıxır. 2'nin kvadratından 2 çıxır. Hasilləyir 50. Cavabımız olar 50. Yəni D variantı. Sonra 27'də isə deyir ki A'nı sıfırdan böyük nəzərə al. Və kök adda A'nın üstü 4 üstə gəl A kökdə A kvadrat. Aha. Şöyle A'nın üstü 4'ten ne çıxır? A kvadratı çıxır. Müsbət olduğu üçün A kvadrat olaraq çıxır. Üstə gələk. A'ya dəymirik. A kvadratından da modlar çıxır. A da müsbət olduğu üçün A. Bu A kvadrat. Cəmləyir 2 A kvadrat. Yəni cavabımız olar A variantı. Sonra 28'də isə yenə deyir A'nı müsbət götür.
və a vuraq kökdə a kvadratı çıxaq kökdə a-nın üstü 4. Uşaqlar, burada a kvadratından modula çıxır. A da müsbət olduğu üçün nə olur? A vuraq a, eləyir a kvadratı çıxaq. Bu a üstü 4-dən ilə a kvadrat çıxır. Bölür 0. Cavabımız olur C variantı. Sonra 29'da isə deyir a-nı mənfi götür. Aha. Müsbət götürəndə uşaqlar, yəni hər şey olduğu kimi yazın geçsin. Amma mənfi götürəndə diqqətli olun. Bizə verib 2 kökdə 4a-nın kvadratı. Uşaqlar 2-yə dəymirəm. 4-dən çıxır 2, a kvadratından çıxır modula. Düzdürmü? Bu deyir 4 bura. Modula a mənfidirsə əgər, deməli olacaq mənfi a. Bura mənfi a. Olacaq cavabımız mənfi 4a. Cavabımız oldu B variantı. 30'da isə deyir a-nı yenə mənfi götür. Bizə verib 3 kökdə 9a kvadrat. Uşaqlar 3-ə dəymirəm. 9-dan da çıxır 3. A kvadratından modula çıxır. Bu deyir 9 vuraq nə? Modula. Modulda a mənfi olduğu üçün bayıra çıxır mənfi a. Bu da deyir mənfi 9a. Cavabımız C variantı. 31'də isə deməli 31'də bizə verib ki kök altında kök altda 2 üstə gələk 3'ün kvadratı üstə gələk kök altda 2 çıxaq 3'ün kvadratı. Uşaqlar bura diqqət eləsək biz bilirik ki kök altda 2 kök altda 2 3'dən kiçikdir. Bu kvadrat olduğu üçün baxın mən a çıxaq b-nin kvadratını mən həm də b çıxaq a kvadratı kimi yaza bilərəmmi? Yəni 5'in kvadratı və belə mənfi 5'in kvadratı kimi yaza bilərəm. Düzdürmü? Ona görə mən birincini olduğu kimi saxlayıb düzdürmü? İkincini kök altda çevirə bilərəm. Yaza bilərəm 3 çıxaq kök altda 2'nin kvadratı. Çünki kökdən mənfi çıxa bilməzək, ona görə deyirəm. Bu olduğu kimi qalır. Kök altda 2 üstə gəl 3. Çünki kvadratla kök gedir ona görə. Burada kvadratla kök gedəndə qalır üstə gəl 3 çıxaq kökdə 2. Kökdə 2'lər islah olunur, qalır 6. Cavabımız A variantı. Uşaqlar, xəttim səliqəsiz ola bilər, amma biraz diqqətləsəz xəttimi də başa düşə bilərsiniz. Arada görürsünüz, biraz ilan qurbağa yazır, amma necə deyərlər. Kök altda 3 üstə gələk 2 kvadratı çıxaq kök altda 2 çıxaq kök altda 3. 2 çıxaq kök altda 3'ün kvadratı. Aha. İfadenin qiymətini hesablayın. Uşaqlar baxın, burada üstə gəldi deyə heç bir şey nəzərə almır. İstədiyi kimi çıxa bilər. Burada isə yenə 2 kökdə 3'dən böyük olduğu üçün yerin dəyişib. Ona görə bu da olduğu kimi çıxacaq. Burada kvadratla kök gedəcək. Qalacaq kök altda 3 üstə gəl 2 çıxaq. Burada olduğu kimi çıxsa qalacaq 2 çıx kökdə 3. 2 çıx kökdə 3 qarşıdakı mənfi olacaq üstə gəl. Burada 2'lər islah olunacaq. Qalacaq nə? Kökdə 3 kökdə 3. Cəmi deyəcək 2 kökdə 3. Cavabımız C variantı olar. Sonra 33'də isə mənfi 3 kökdə 5 ifadəsində vurğu kök əsasına salın. Şöyle mənfiyə dəymirəm. Burada vuruq nədir? 3'dür də, düzdürmü? 3'ün kvadratı eləyəcək 9, 5'ə də eləyəcək 45. Cavabımız olacaq nə? Mənfi kök altda 45. Yəni C variantı. Şöyle bu necə yazdım? Yaddadır A kökdə B-ni biz A-nı kökün qüvvəti qədər yüksəldirik. Yazdıram A-nın kvadratı vuraq B. Mən də inşa elədim. Yazdım, mənfiyə dəymədim. 3'ün kvadrata yüksəltdim, vurdum 5'ə. Sonra 34'də isə 34'də nə verir bizə? Mənfi 5 kökdə 2. Vurğu kök əsasına salın. Şöyle mənfiyə dəymirəm. 5'in kvadratı eləyəcək
55'in kvadratı vuraq 2. O da eləcək kök altdan mənfi 50. Yəni B variantı. Sonra 35'te isə 35 hani 35. Aha. 2 kökdə 12. Üstə gələk 3 kökdə 27. Çıxaq kökətdə 48. İfadəsini sadələşdirmiş. Uşaqlar 2 kökdə 12'ni mən 12'ni kökət 4 vur 3 kimi yazsam, burada alıram 2 kökdə 3, yəni 4'dən çıxır. Şöldəki 2'yə vursam, eləcək 4 kökdə 3. Üstə gələk. Kökdə 27'ni 3 kökdə 3 kimi yazıb. Düzdür. Qarşıdakı 3'ə vursam, eləcək 9 kökdə 3. Bu eləcək 9 kökdə 3. Bir də çıxar. Kökdə 48'i də 16 vuraq. Baxın, kökdə 48'i 16 vuraq 3 kimi yazsam, 16'dan 4 çıxır, qalır kökdə 3. 4 kökdə 3. Onda mən burada nə alıram? Bununla bu islah olunur, qalır 9 kökdə 3. Cavabımız A variantı. 36'da isə 36. Aha, 3 kökdə 8. Çıxar kökdə 18. Üstəgəl 3 kökdə 32 bərabər. Şöyle 3 kökdə 8 nə demək? Kökdə 8 özü 2 kökdə 2 deməkdir. Düzdürmü? Yəni, uşaqlar baxın xırdalayıram. Kökdə 8 4 vuraq 2 demək. 4'ten 2 çıxır, kökdə 2 qalır. Bu 3'ə də vursaq, deyəcək 3 vuraq bu. 6 kökdə 2. Düzdürmü? Kökdə 18'i kökdə 9 vur 2 kimi yazsam, burada 9'dan 3 çıxır, kökdə 2 qalır. Çıxa 3 kökdə 2, üstə gələk 3, yox 3 yazmayaq da, 3 kökdə 32'də, uşaqlar kökdə 32 nə deməkdir? Kökdə 16 vur 2 deməkdir. 16'dan 4 çıxır, kökdə 2 qalır. Bu çöldəki 3'ə də vursam bunu, eləcək 12 kökdə 2. Və sadələşdirsəm, bu bizə verəcək 3 kökdə 2, üstündə də 12 kökdə 2, eləcək 15 kökdə 2. Cavabımız olacaq B variantı. Sonra 37'də isə 37'də isə bizə verib nə? Kök altda 3, üstə gələk kök altda 2'nin mötərizəsinin kvadratı çıxaq kökdə 24. Şöyle gəlin kökü açaq. Birincinin kvadratı eləcək 3, üstə gələk. Birinci ilə ikincinin hasının kimisi? 2 vuraq kök altda 6. Düzdür? Birinci ikincinin hasının kimisi belədir. Üstə gələk ikincinin kvadratı 2. Çıxaq kökdə 24. Şöyle baxın. Mən 3 ilə 2'ni toplayıram. Eləyir 5. Üstə gələk. Bu 2'ni mötərizə daha doğrusu kök işarəsi altına salıram. 2 yüksəlir kvadrata, 4 vurulur 6, eləyir kök altda 24. Çıxar kök altda 24. Bunlar islah olunur. Qalır dönə 5. Cavabımız C variantı olar. 38'də isə yenə uşaqlar baxın kökdə 5, üstə gəl kökdə 6'nın kvadratı. Çıxaq kökdə 120. Uşaqlar baxın kökdə 5'in kvadratı eləyir 5, üstə gəl kökdə 6'nın kvadratı eləyir 6, üstə gələk hasının 2 misli. 2 kökdə 5 6 30. Çıxaq kökdə 120'ni də mən 30 vuraq 4 kimi yazsam, o da 4'ten 2 çıxır, kökdə 30 qalır, düzdür? Bunu da 2 kökdə 30 kimi yaza bilirəm. Yəni kökdə 120. Bunlar islah olunur, qalır 11. Yəni C variantı. Sonra 39'da bizə verib x'in kvadratı çıxaq 15. Uşaqlar A kvadratı çıxaq B kvadratını necə vurğulanardı o? Deyirdik bir dəfə fərqi, bir də cəmi. Düzdürmü? Onda indi yazacağıq. Bu x çıx kökdə 15. Bir də x də kökdə 15 kimi yaza bilərik. Vurğularını. Bir dəfə cəmi, bir dəfə fərqi harda var? B variantında. Düzdürmü? Hə, B'də.
Sonra 40-da isə 21 çıxı x kvadratında uşağı yazıram. Kökdə 21 çıxı x, kökdə 21 üstəgəl x. O da eləyər D variantı. Növbəti 41-ci sualda isə deyir ki, 5 böl kökdə 3 kəsirini irrasionaldan azad edin. İnşallah nə edəcəyik? Kəsri məxrəcini irrasionaldan azad etmək üçün onun məxrəcin də sürətində elə bir ədədə vurmalıyıq ki, daha doğrusu onun məxrəcini elə bir ədədə vurmalıyıq ki, o tam ədədə çevrilsin. Kök əddə 3-ü kök əddə 3-ə vursam, deməli sürət demək kök əddə 3-ə vurmalıyam. Bu hasildir 3, bu da 5 kökdə 3. Cavabımız 5 kökdə 3 böl 3, yəni A variantı. 42-də isə 7 böl kök əddə 5-i, deməli məxrəcin sürətini nəyə vuracaq? Kök əddə 5-ə. Yəni kök əddə 5 vur kök əddə 5, bu hansı ki tam ədədə çevrildi. Bu da vuraq 7 kökdə 5-ə. Çünki kök əddə 5-ə məxrəcə vurmuş olsa sürətdə vurmalıyıq. Bu da eləyir 7 kökdə 5 bölək 5. Cavabımız B variantı olar. 43-də isə baxın uşaqlar 1 bölək kök əddə 5 çıx kök əddə 2. Uşaqlar biz irrasionaldan azad etmək üçün məxrəci nə edirik? Məxrəci tam ədədə çeviririk. Məxrəci tam ədədə çevirmək üçün bu verilmiş irrasional ədədin öz qoşmasına vuracağıq. Yəni plusuna vuracağıq ki, A çıxaq B, A üstə B-də kvadratlar fərqi kimi alınsın. Deməli kökdə 5 çıxaq kökdə 2-nin qoşması elə onun cəmidir. Yəni kökdə 5 üstəgəl kökdə 2-dir. Məxrəci vurduq deyə sürətdə vururam. Bərabərdir. Məxrəcdə bizə nə deyir? Hasil nə deyir? Birincinin kvadratı çıxaq ikincinin kvadratı. Birincinin kvadratı 5 çıxaq ikincinin kvadratı 2. Sürətdə isə kökdə 5 üstə kökdə 2. Cavabımız kökdə 5 üstəgəl kökdə 2 böl 3. Yəni D variantı. 44-də isə bizə verib 1 bölək kökdə 5 üstəgəl kökdə 3. Uşaqlar yenə qoşmasına vururam. Kökdə 5 çıx kökdə 3. Bu da kökdə 5 üstəgəl kökdə 3. Vuraq onun fərqinə. Kökdə 5 çıx kökdə 3-ə. Məxrəcdə bizə verir 5 çıxaq 3 edir 2. Sürətdə eləyir kökdə 5 çıx kökdə 3. Cavabımız olur B variantı. Aşağıdakilərdən hansı doğru deyil? 45. Bu sadə düsturdur, bunun hər birini keçmisiniz. Deməli, əsaslar bərabər olanda, uşaqlar birinciyə baxıram, əsaslar bərabər olanda, vurulanda nə edirdi? Üstlər toplanırdı. Birinci doğrudur. İkincidə A-nın üstü N, B-nin üstü M-ə vuranda A, B-nin üstü N üstəgəl M. Xeyr. Uşaqlar bu hal yanlışdır, bu hal doğrudur. N üstəgəl M o halda olar ki, qüvvətli, daha doğrusu əsaslar bərabər olsun. Axı burada əsaslar bərabər deyil. Baxın, burada qüvvətə yüksəlində bəli hasil tapılır. Bu da 1 bölək doğrudur. Deməli, cavabımız doğru olmayan olduğu B variantı. Yəni, A-nın üstü N-i mən B-nin üstü M-ə vuranda elə bu olduğu kimi qalır. A, B-nin üstü M-in yazıla bilməz. M üstü N yazıla bilməz. Bu belə. Sonra 46. Deməli, cavabımız oldu B variantı. 46-da isə hansı doğru deyil? Baxaq, uşaqlar. Əsaslar birincidə eynidir. Vurulanda üstlər toplanıb. Mənfi 2 üstə 4 gəlib, müsbət 2 eləyib. Doğrudur. Burada. B variantına baxaq, uşaqlar. Üzr istəyirəm. 5-in üstü mənfi 5 vuraq. 5-in üstü. Bax, onun üstü 5-i, uşaqlar. Yazıram. 5-in üstü 5 vuraq. 2-in üstü 5. Bunu bu formada yazə bilərəm. Bu bizə nəyi verir görək? Bunun hasili deyir 1, 2-in üstü 5-ə vuranda 2-in üstü 5. Niyə birlədi? 5-in üstü mənfi 5, 5-in üstü 5-də 1 deməkdir. Vuraq, 5-in üstü 5-də 1 yox. 1 bölək 5-in üstü 5 deməkdir. Yəni, vuraq 5-in üstü 5-ə vuranda bu hasil deyirlə 1. Ona görə buna 1 dedim. Bu da 2 üstü 5. Bu da doğrudur.
Üçüncüdə isə uşaqlar 8-in üstü 2-ni, mən 8-in üstü 2-ni yaza bilərəm. 2-nin üstü 3, 8 özü 2-nin üstü 3'dür. Bunun da üstü 2. Düzü, vuraq 2-nin üstü mənfi 6. Bunu yazdım. Bərabər. Bu eləyir 2-nin üstü 6, vuraq 2-nin üstü mənfi 6. Əsaslarını vuranın üstünə toplanır. 2-nin üstü 0 da 1'ə bərabərdir. Bu da doğrudur. Deməli, yanlış olan budur. Gəlin yoxlayaq. 9'un üstü mənfi 2, vuraq 3'ün üstü 4. Şöyle 9'un üstü mənfi 2, 3'ün üstü 2'nin üstü mənfi 2 deməkdir. Vuraq 3'ün üstü 4. Şöyle bu 3'ün üstü nəliyir? 3'ün üstü mənfi 4, vuraq 3'ün üstü 4, böyle 3'ün üstü 0. 3'ün üstü 0 nə demək? 0 üstü cəmiyyət 1'ə bərabər. Amma bu 3 yazıb. Ona görə cavabımız olar D variantı yanlışdır və cavabdır. 47'də isə görək bizə nə verir. Deyir ki, deməli, neçə 400.000 də bu düzdürmü? 400.000. Ətədini standart şəkildə yazın və qiymətli hissəsini tapın. Uşaqlar, biz demişdik ki, verilmiş ədədi standart şəklə çevirmək üçün deyirdik ki, həmin ədədi standart şəklə çevirəndə qiymətli hissə, yəni R idi. R 1 ilə 10 arasında ola bilərdi. Doğrudurmu? R 1 ilə 10 arasında ola bilər. Bəli. Deməli, mən yazaram bunu 4 vuraq 10 üstü neçə? 3, 5. Bu oldu bu ədədin standart şəkli. Düzdürmü? İndi bizə nə deyir? Yazın və qiymətli hissəsini tapın. Qiymət sözü uzun 4 da. Canımız olur C variantı. Uşaqlar, bildiyiniz burada yazdığım R nədir? Deyirdik ki, uşaqlar, baxın. Deyirdik ki, R bərabərdir A'nın A vuraq 10 üstü N. Düzdürmü? Burada R ədəd, baxın, bu yazılışda R ədədinin standart şəkildir. N-ə, bax bu N-ə R ədədinin tərtibi deyilirdi. Bax, N olurdu tərtib. A isə olurdu qiymətli hissə. Burada A olurdu da birinin olmasında. A'ya isə, bu A'ya isə, yəni bu 4'ə deyirdi qiymətli hissə. A olurdu qiymətli hissəsi. Mən çaşıb R yazmışdım. R ümumi qiyməti idi, verilmiş qiyməti. Və burada N, yəni bu verilmiş N tam ədədlərə daxil idi. Bunu heç yadda çıxarmır. Və R sıfırdan böyük idi. Bunda nəzər alın. Yəni verilmiş ədəd sıfırdan böyük ədəd olmalıdır. Da mənfi ədəd yox. Şöyle 48'də isə bizə deyir ki, görək nə deyir 48. Aha. 0'dan 0025 ədədini standart şəkildə yazın və tərtibini tapın. Baxın, tərtibini tapacağıq. Deməli, bunu yazıram 0 tam, daha doğrusu yazıram 2 tam onda 5 vuraq 10 üstü neçə? 3 yazmalıyam da, düzdürmü? Çünki bu 10.000'də bəli, 1000'ə vuranda 2 tam onda 3, bəli. Burada isə qiymətli hissəsi 2 onda 5 bizə nəyə soruşur? Tərtibini. Tərtibini isə oldu 3. Yox, mənfi 3. İnşallah mənfi 3. Niyə mənfi 3? Çünki A üstü mənfi 1, 1 bölək A deməkdir. Yəni 2 onda 5 vuraq 10 üstü mənfi 3. 2 onda 5 vuraq 1 bölək 1000 deməkdir. Yəni 2 onda 5'i 1000'ə böləndə bu ifadə alınır. Cavabımız olar uşaqlar mənfi 3. Yəni C variantı. Sonra 49'da isə deyir 5 çıxaq 5 vuraq 1 çıxaq 2 vuraq 10 üstü mənfi 2 ifadəsinin qiymətini hesablayın. 5 çıxağa dəymirik, 5 vurağa da dəymirik. 1 çıxaq 10 üstü mənfi 2 0'dan %2 deməkdir. Düzdürmü? İndi 5 çıxaq 5 vuraq 1'dən %2'ni çıxanda 0'dan %98. Düzdürmü? İndi 5'i də %98'ə vuranda neydi? 5 çıxaq 0'dan %2. 5 çıxaq 4 tam neçə eləyər?
Deməli bir saniyə. 0'dan %98'i 5'e vursaq 0 4 7 9 4 7 4,9 eləyər. 5'ten 4,9 sonra 0,1. Cevabımız olar C variantı. Sonra 50. sualda isə görək bunu necə yazaq. Bizə verib uşaqlar nə? 0'dan 1000'də 45 vuraq 10 üstü -8. Üstəgə 0'dan 1000'də 9 vuraq 10 üstü -8 bölək 0,9 vuraq 10 üstü -9 üstə gələk 0'dan %9 vuraq 10 üstü -8. Uşaqlar nə edirəm mən bunu? Nə edirəm? Bunu 45 vuraq 10 üstü -11 yaza bilərəm. Düzdür? 1000'e vurdum, bunu da 1000'e böldüm. Üstə gələk 9 vuraq 10 üstü -11 yaza bilərəm bunu. Bunu isə 9 vuraq 10 üstü -10. Üstə gələk 9 vuraq 10 üstü -10 kimi yaza bilərəm. Düzdürmü? Bərabərdir. Burada 10 üstü -11'i çıxarsam ötəcək adına qalır 45 üstə gəl 9. Burada da 10 üstü -10'u çıxarsam qalır 9 üstü 9. Bu eləyir 54 vuraq 10 üstü -11 bölək 18 vuraq 10 üstü -10. Baxın uşaqlar. On üstü -10'u 10 üstü daha doğrusu 10 üstü -11'i 10 üstü -10'a bölən nə alınır? 54'ü bölürəm 18'e bu eləyir 3 vuraq 10 üstü -11 bölək 10 üstü -10. Bu da 3 vuraq 10 üstü -11 çıxaq -10. Yəni -11 üstə gəl 10 alınır da, düzdürmü? Bu da deyir 3 vuraq 10 üstü -1. Yəni 0,3. Cavabımız olar D variantı. 51'də isə deməli 51'də isə deyir hansı ədəd əksindən 6 vahid böyükdür. Deməli o ədəd olsun tutaq ki A. Əksi nədir? -A. Yəni A'dan -A'nı çıxsaq 6 eləyər. 2A bərabərdir 6, A bərabərdir 3. Deməli həmin ədəd 3'dür. Yəni B variantı. 52'də isə deyir A və B nöqtə arasındakı məsafəni tap. Bu A nöqtəsi koordinatı 5'dir. Bu da B'dir. Koordinat 9. Yəni bu 5'də durub bu 9'da. Arasındakı məsafə nə olar? 9 çıxaq 5. Neçə eləyir da? 9'dan 5 çıxanda eləyir 4. Cavabımız C variantı. 53'də isə verilmiş ədəd oxuna görə AC məsafəsi ilə BD məsafəsinin cəmini tap. Deməli uşaqlar bunu şəkil üzərində göstərmək istəyirəm. AC məsafəsi haradır? Bu deməli bir bölgü bir vahiddir. Onda -1, -2, -3, -4, -5, -6. Bura oldu -6. A. İndi nə? AC. C də olacaq 2 bura, 3 də bura. Deməli -6'dan 0'a 6 vahid, bu da 3 vahid. Deməli AC məsafəsi olacaq necə? 9 vahid. Düzdür? Məsafəsi BD necə olacaq? BD -4 buradır BD. Deyək ki 4, 1, 6 da buradır. -4'dən 0'a 4 vahid, bu da 6 vahid. Bu da 10 vahid. Ümumilikdə BD olacaq 10 vahid. Deməli AC oldu 9, BD oldu 10. İndi bizə bunların cəmini deyir. Yəni 9 10'un cəmini deyir. Bu da 19. Yəni D variantı. Sonra 54'də isə 54'də bizə verib ki kök altda 2 çıxaq 3'ün kvadratı
Üstə gələk kök artdı. Kökdə 2 üstə gəl 1-in yoxda çıxaq 1-in kvadratı. Bir də çıxaq kök artdı. Pi çıxaq 3-ün kvadratı. İfadəni sadələşdirin. Uşaqlar bunu kök artda 2 çıxaq 3'ün kvadratı var. Bunu kvadrat olduğuna görə yazıram 3 çıxaq kök artda 2 kimi yaza bilərəm. Çünki o mənfidir. Mənfidən də kök artda mənfi icazə yoxdur. Burada bununla bu ixtisar getsə qalır 3 çıxaq kökdə 2. Üstə gələk. Bu müsbət olduğu üçün olduğu kimi çıxara bilərik. Kök artda 2 çıxaq 1. Çünki kvadratla kök gedir. Burada da kvadratla kök gedir. Pi 3/114 olduğu üçün böyükdür. Ona görə pi çıxaq 3 yaza bilərik. Pi çıxaq 3. Yəni pi üstə gəl 3. Bərabərdir. Sadələşdirək. Sadələşdirək. Bununla bu islah olunur. Bu 3'dən 3 bu 3'dən 1 çıxanda 2, 3'dən 3 çıxanda 5 çıxaq pi. Cavabımız D variantı. 55'də isə deyir A-nı bizə verib kökdə 14 çıxaq kökdə 13. B-ni verib kökdə 13 çıxaq kökdə 12. C-ni də verib kökdə 15 çıxaq kökdə 14. İndi bizə ədədləri müqayisə edin. Uşaqlar, belə verilmiş irrasional ədədlərin fərqində yadda saxlayın ki, ən kiçik irrasional ədədlərin fərqi daha böyükdür. Yəni ən kiçik fərq, yəni ən kiçik irrasional ədədlərin fərqi ən böyükdür. Yəni burada ən kiçikləri hansıdır? Bu, sonra bu, sonra da budur. Düzdürmü? Onda ən kiçik bu olduğu üçün ən böyük fərq bu olacaq. Yəni B olacaq ən böyük. Sonra olacaq A, sonra olacaq C. Belə bir cavab var. Baxın bir dənə. Deməli ən kiçik C-dir, sonra A-dır, sonra B. Aha, cavabımız olar B variantı. Sonra 56'da isə deyir 7 kökdə 3 ədədi ardıcıl A və B tam ədədlər arasında yerləşərsə A-nın birinci cəmi. Uşaqlar baxın. Bura A'dır, ta ki bura B'dir, burada 7 kökdə 3'dür. Deyir ki A-nın birinci cəmi tapın. Uşaqlar gəlin bunu vuruğu kök şərəsi altına salaq. Kök adda 49 vur 3 deməkdir. 49 da 3'ə vuranda eləyər kök adda 147. Düzdürmü? Bunanı kök adda 147 yazsam, kök adda 147, kök adda 144 ilə kök adda 169 arasındadır. Bu 12 deməkdir, bu 13 deməkdir. Deməli, həmin A ədədi 12, B ədədi isə 13'dür. Bizə deyir ki, A-nın birinci cəmini tapın. 12'nin 13'ün cəmi deyir 25. Cavabımız olar B variantı. 57'də isə aşağıdakilerden hansı doğru değil? Aha. Baxaq, birinci uşaqlar doğrudur. Çünki kök adda 2 1'dən böyükdür, o da 2'dən kiçikdir. İkinci yanlışdır. Uşaqlar baxın 2 nə deməkdir? Kökdə 4 deməkdir. Bu kökdə 3'dən kiçik değil axı. Bu nə olsun ki 3'dən kiçikdir? Amma bu 2 var, bu 2. Bu 2 kökdə 3'dən kiçik değil axı. Ona görə cavabımız olar B variantı yanlışdır. Yəni 2 kiçikdir kökdə 3, kiçikdir 3. Bu yanlışdır. Və cavabdır. Sonra 58'də isə -2/4'də 3 və 3/4'də 3 ədəd arasında neçə tam ədədi var? Aha, neçə tam ədədi var? Baxın uşaqlar, çəkirəm ədəd oxu. Bura olsun 0. 1, 2, 3, 3/4'də 3. Bura 4'dür, bu yox, bura. 3/4'də 3. Bu -1, -2, -3. Aha. Şöyle bakın, -1, -2, -2/4'də 3 bura olsun. -2/4'də 3. Düzü, -2, -1. Aha, belə davam edir. Deməli bizə deyir ki, bu ədədlərin neçə tam ədədi var? Sayıram. 1, 2, 3, 4, 5, 6. 6 dənə tam ədədi var. Cavabımız olar D variantı. 59'da isə
Mənfi 3/1 ədədinin əksi ilə tərsinin fərqini tapın. Uşaqlar, mənfi 3/1-in əksi müsbət 3/1-dir. Əksi. Tərsinin fərqi. Tərsi nədir? Daha doğrusu mənfi 3-dür də. Baxın. Mənfi 3/1-in əksi elədir 3/1. Tərsi isə mənfi 3-dür də. İndi nə deyir? Əksi ilə tərsinin fərqini tapın. Yəni 3/1 ilə mənfi 3-ün fərqini. O da elə 3/3/1. Cavabımız olar A variantı. 60-da isə 4 bölək 2 kökdə 5 çıxaq kökdə 12. Kəsrini irrasional azad edir. Uşaqlar, qoşmasına vuracağıq. 2 kökdə 5 çıxaq kökdə 12-ni vuracağıq. 2 daha doğrusu 2 kökdə 5 üstəgəl kökdə 12-yə sürətlə vuracağıq. Üstəgəl kökdə 12-yə bərabər. Sadələşdirsək alıram 4 vuraq. 2 kökdə 5 üstəgəl kökdə 12-yə dəymirəm. Məxəridir birincinin kvadratı çıxaq ikincinin kvadratı. Birincinin kvadratı deyir 20 çıxaq 12. Bu eləyir 8. 4 ilə gedir, burada qalır 2. Yəni alırıq nə? 2 kökdə 5 üstəgəl kökdə 12 böl 2. Buradan da 2 kökdə 5-ə dəymirəm. Kökdə 12 yazıram. 2 kökdə 3 böl 2. Hər tərəfi 2-yə bölsəm alıram kökdə 5 üstəgəl kökdə 3. Cavabımız olar D variantı. Növbəti, yəni 61-ci suala baxaq. Bizə verib kökdə 5 üstəgəl kökdə 2-nin kvadratı bərabərdir A üstəgəl 2 kökdə B. Olarsa A və B natural ədədlərdirsə, deyir ki, ədədlərin cəmini tapın. Yəni A ilə B-nin cəmini tapın. Şöyle gəlin sadələşdirək. Birincinin kvadratı eləyəcək 5, üstəgəl ikincinin kvadratı eləyəcək 2, bir də H-sının 2 kökdə 10. Bərabərdir A üstəgəl 2 kökdə B. Bu eləyir 7 üstəgəl 2 kökdə 10 bərabərdir A üstəgəl 2 kökdə B. Deməli A nədir burada? A-nın yerində durub 7 durub, B-nin də yerində durub 10. A-nın da B-ni də tapdıq. Cəmini soruşur 17. Cavab C variantı. 62-də isə bizə verib kökdə 6 üstəgəl kökdə 8 vuraq kökdə 6 çıxaq kökdə 8. Bir də vuraq kökdə A. İfadəsinin qiyməti natural ədəd olarsa A-nın ən kiçik natural qiymətini tapın. Deməli A daxildir natural ədədlərə. Bunu nəzərə alacağıq. Şöyle birinci gəlin bunu sadələşdirək. Kök altda bunların ikisinin hasılı A üstəgəl B, A çıxaq B. Hasılı nədir? Birincinin kvadratı çıxaq ikincinin kvadratı. Yəni 36 çıxaq 8. Vuraq kökdə A bərabərdir. Bu bizə nəyi verir? Kökdə 27. Vuraq kökdə A. İnşallah bu natural ədəd olması üçün, bax bu ifadə natural olması üçün kökdə A bərabərdir neçə 3 olarsa, yoxsa yox, daha doğrusu A bərabərdir 3 olarsa, bax A-ya 3 qoysam yerinə nə alacaq? Kökdə 27 vur kökdə 3 bizə verəcək kökdə 81, o da 9 deməkdir. Deməli bu ifadə natural olması üçün A-nın yerində gərək 3 ola. A-nın ən kiçik natural qiymətini tapın. Aha, 3 ümumiyyətlə heç cavabda yoxdur. Bəs niyə? Demək 36-dan 8 çıxanda inşallah 27 eləmir axı. Mən bunu belə niyə yazdım axı? Deməli 36-dan 8 çıxanda eləyir kök altda 28. Düzdürmü? 28 vuraq kökdə A. Bu ifadə natural olması üçün natural. Aha. İndi 28'i neçə? 28 nə deməkdir? Kök altda
4 vuraq 7 deməkdir. Düzdür? 4-dən 2 çıxır, kökdə 7 qalır. İndi kökdə 7-ni mən nəyə vursam, kökdə nəyə vursam aya dayan. Nəyə vursam? 7-yə vursam. Düzdür? Yəni A-nı 7 yazsam, alacağım 2 vuraq 7, eləcək 14 ümumilikdə. A yox, A ümumi bu ifadə olacaq. Deməli A-nın yeri 7 olsa, A-nın yerində əgər 7 olsa, bu ifadə natural olacaq. Cavabımız olur A variantı. Sonra 63-də isə bizə verib kök altda 5 çıxaq kök altda A, vuraq kök altda 5 üstə gələk kök altda A bərabərdir 2 tənini həll edin. Şöyle vuranda nə edir? Kök altda bütöv. 5 çıxaq kök altda 5 hasil nə eləyir? Birincinin kvadratı çıxaq ikinci kvadrat. Birincinin kvadratı 25 çıxaq ikincinin kvadratı A. Bu bərabər 2 edir. Hər tərəfi kvadrata yüksəlsək kök gedir. Qalır 25 çıxaq A bərabərdir 2-nin kvadratı edir 4. A da bərabərdir 21. Cavabımız olar B variantı. 64-də isə kök altda 4, kökdə 6 ədədinin tam hissəsini tapın. Kök altda bunu vurğu köklər altına salaq. Bu bizə nə verir? 4'ün kvadratı vuraq 6. 16'nı 6'ya vuranda neçə eləyər? 96. Kök altda 96. Düzdürmü? Yəni 4'ün üzərindən kökdə 96. Bizə deyir ki, tam hissəsini tapın. 4'ün üzərindən kök altda 96'nı mən 2'nin üstü 4 vuraq 2 vuraq 3 kimi yaza bilərəm. Düzdürmü? 2'nin üstü 4'dən kök çıxır 2, 4'ün üzərindən 6 qalır. İndi bizə də nə deyir? Tam hissəsini tapın. Onda bunu belə saxlayaq uşaqlar. Buna heç yox, bizə tam hissəsini deyir axı. Baxın, 4-cü dərəcədən kökdə 96, 2 dənə ədəd arasındadır. Hansılar? Deməli, 3'ün üstü 4 nə eləyir? 81. Bir də 4'ün üstü 4 də eləyir. Hər neçə? 256 eləyir. Düzdürmü? Yəni bu 81 ilə 256 arasındadır. Bu neçə? 4'ün üzərindən kökdə 96. Yəni kök altda 4'cü dərəcədən, kök altda 4'cü dərəcənin arasındadır. Düzdür? Bu 3 deməkdir, bu 4 deməkdir. Onda bu ifadə 3 tam neçəsə deməkdir. Tamı soruşur bizdən. Neçə olar? 3. Cavabımız C variantı. 65'də isə deyir bizə verib ki, kökdə 3 üstə gəl kökdə 2 ədədi ədəd oxu üzərində 2 tam ədədində yerləşir. Şöyle bunun en rahat yolu kökdə 3'dən biz bilirik ki, təqribən 1,7 çıxır. Kökdə 2'dən də 1,4 çıxır təqribən. Toplasaq eləyir 3,1 və davamı var. 3,1 yəni 3'dən böyük 4'ə qədərdir. Düzdürmü? Həmin ədəd 3 ilə 4 arasında yerləşir. Cavabımız olar A variantı. En rahat yolu bu. 66'da isə aşağıdakı ədədlərdən hansının kəsr hissəsi ən kiçikdir? Aşağıdakı ədədlərdən hansının kəsr hissəsi ən kiçikdir? Aha. Uşaqlar bizə verib ki, baxın, en rahat üsulunu deyəcəm. Kökdə 5, kökdə 6, kökdə 7, kökdə 8. Bunların hər biri biz bilirik ki, 2 tam neçədir də, düzdürmü? 3'ə çatmır. 3'ə çatması üçün kökdə 9 olmalıydı. Doğrudurmu? Mən kəsr hissəsini tapmaq üçün kök altda 5'dən 2'ni çıxsam kəsr hissəsini tapacağam. Kök altda 6'dan 2'ni çıxsam kəsr hissəsini tapacağam. Kök altda 7'dən 2'ni çıxsam kəsr hissəsini tapacağam və kök altda 8'dən 2'ni çıxsam nəyi tapacağam? Kəsr hissəsini tapacağam. İndi bunlardan sizcə kök altda 5'dən 2 çıxmaq böyük edər, yoxsa kök altda 8'dən 2 çıxmaq böyük edər? Təbii ki, bu
daha böyük edər, sonra bu, sonra bu, sonra bu. İçərilərində ən kiçik kəsir hissəsinə bərabər olan birinci olar. Cavabımız olar A variantı. 67-də isə kökdə 27-nin kvadratı çıxaq 9-un kvadratı bölək 15-in kvadratı çıxaq 3-ün kvadratı. Şöyle kvadratlar fərqi ilə yazsam, yazaram 27 çıx 9, bir dəfə də 27 üstə gəl 9. Məxrəcdə isə 15 çıx 3, bir dəfə də 15 üstə 3. Hasıl şəkildə yazdım. Bərabər sadələşdirim. Kök altda. Sürətdə eləyəcək 18 vur 36 bölək 12 vur 18. Bununla bu ixtisar gedəcək. Qalacaq 2. Bununla bu 6-ya ixtisar gedəcək. Burada 2 qalacaq, burada 3 qalacaq. Bununla da bu gedəcək. Qalacaq bizə 3. Cavabımız olacaq kök altda 3, yəni D variantı. 68-də isə aşağıdakı ədədlərin hansı mənfidir? Uşaqlar 2 kökdə 3 çıxaq 3. Görək mənfi olar, müsbət olar. 2 kökdə 3 kökdə 12 deməkdir. 3-də kökdə 9 deməkdir. Düzdürmü? Kökdə 12-dən kökdə 9 çıxanda müsbət eləyər. 4-dən 2 kökdə 3 çıxmaq, yəni kökdə 16-dan kökdə 12 çıxmaq deməkdir. Bu kökdə 12-də düzdürmü? Bu da müsbət edər. Üçüncüdə 5 kökdə 2 çıxaq 7. Uşaqlar 5 kökdə 2 kök hətta 25 vur 2 50 deməkdir. Çıxaq 7 də kökdə 49 deməkdir. Bu da müsbət edər. Və sonuncu 5 kökdə 5-dən 8 kökdə 2 çıxmaq kök hətta 125-dən kök hətta 128 çıxmaq deməkdir. O da mənfi edər və cavabımızdır. Cavabımız olar D variantı. 69-da isə kökdə 16% üstə gələk 0-dan %9 ifadəsi aşağıdakılardan hansına bərabər olar? Bərabərdir. Kökət 16% üstə gələk. %9-u faizə çevirsək, yəni 100-ə vursaq, eləcək 9%. Bu da kökətdə 25%. O da 5% demək. Üzr istəyirəm. 25%. Düzdürmü? İndi aşağıdakilərdən hansına bərabər olar? %25% 4'te 1'dir də, düzdürmü? Bunu ədədə çevirsək, eləyər kök atdı 0,25. Düzdürmü? Bundan çıxır 0,5. 0,5 neçə faizdir? 0,5 vur 100 faiz. Bu da eləyir 50 faiz demək. Cavabımız olar A variantı. 70'də isə bizə verilib x kvadratı çıxaq 3 kökdə 2x. Yox, 3 kökdə 2x burada deyil. 3 kökdə 2 dənə x üstə gələk 4. 3 hədlisini vurublarını ayırın. Aha, necə ayıra bilərik? Deməli, bir də saniyə baxaq görək bunu necə yaza bilərik. Uşaqlar, onda gəlin bunu belə yazaq. X kvadratı çıxaq 3 kökdə 2x üstə gələk kök hətta 16 yazıram bunu. Fərqi nədir ki? Mən 4'ü kök hətta 16 şəklində yaza bilərəm. İndi x1 ilə x2'nin cəmi 3 kökdə 2, x1 ilə x2'nin hasılı isə kök hətta 16 eləməlidir. Düzdürmü? Aha, bəli. Deməli onda x1 bərabərdir nədir? x2 bərabər nədir? Deməli biri olmalıdır. 2 kökdə 2, bir də olmalıdır elə kökdə 2. Çünki cəmi eləyir 3 kökdə 2, hasıl eləyir kökdə 16 eləyir də, düzdürmü? Onda olacaq x çıxaq 2 kökdə 2 vuraq x çıxaq kökdə 2. Bu da oldu bizim buyruqlara ayrış formamız. Bizim cavab var
Bəli, cavabımız olaraq D variantı. Sonra 71-də isə bizə deyir kökdə x bərabərdir 6 tənliyin həllidir. Hər tərəfi kvadrata yüksəlsə x bərabərdir 36. Cavabımız olar açıq tiplərə gəldi. 72-də isə kökdə x minus 2 bərabərdir 8 isə kökdə x bərabərdir 10, x bərabərdir 100. Cavabımız olar 100. Sonra 73-də isə kökdə x plus 1 bərabərdir 7 tənli. Hər tərəfi kvadrata yüksəlsə x üstə 1 bərabərdir 49, x bərabərdir 50. 74-də isə 2 kökdə x minus 1 üstə gəl 3 bərabərdir 7. Burada 2 dənə x çıx 1 bərabərdir 4. Kökdə x çıx 1 bərabərdir 4 bölü 2'dir 2. X çıx 1 kvadrata üstə hər tərəf eləyir 4. X bərabərdir 5. Cavabımız olar 5. Sonra 75'də isə bizə verib nə? Kök altında 34'ün kvadratı çıxaq 12'nin kvadratı bölü 253. Şöyle bunu hasıl şəklində yazsam, sürət yəni 34 çıx 12 və 34 plus 12 yazsam, aşağı məxrəcdə 253 yazsam bərabərdir. Deməli, bizə verir sürətdə 22 vuraq. Neçə bölür? 46, düzdürmü? 46 bölü 253. On 1'e ixtisar aparsa, burada qalır 2, 3, 23, burada qalır 2. Bununla bu gedir, qalır burada 2. Kök hatta 2 vur 2 qalır. Bu da eləyir elə 2. Cavabımız olur 2. Daha sonra 76'da isə kökdə 30'un kvadratı çıx 6'nın kvadratı bölü 54. Şöyle bunu da yine kvadratlar fərqi kimi yazsam, 30 minus 6 bir de 30 plus 6 bölü 54 beraberdir. Bu bize ne verir? Kök hatta 24 vuraq 36 bölü 54. 54 de vuraq 6 vur 9 şeklində. Düzdürmü? 6'ya ixtisarlasam qalır burada 6. Daha doğrusu gəlib bundan bunu ixtisarlaydı 6'ya. Bununla bunu ixtisar 4 burada qalır. Bununla bunu ixtisar 4 burada qalır. 4 4'ümüz 16. Kökdə 16'dan da çıxır 4. Bu da oldu 4. 77'də isə kökdə 27 üstəgəl kökdə 12 bərabər. Kökdə 27'ni mən 3 kökdə 3 kimi yazsam, kökdə 12'ni də 2 kökdə 3 kimi yazsam, cəmisi eləcək 5 kökdə 3. Bizə deyir tam hissəsini tap. Baxın. 5 kökdə 3 nə demək? Köşə vurğu köşəsi altına salsaq 25 vur 3 75 deməkdir. 75 də hansı iki ədəd arasındadır? 75, yəni kökdə 75. 9 ilə 8 arasındadır. Bu da kökdə 64, yəni kökdə 81 deməkdir. Düzdürmü? Hər ikisinin arasındadır. İndi 81'e çatmır bu deyə olacaq nə? Təqribən 8 tam neçə? Tam hissəsi nə olacaq? 8. Cavabımız olar 8. 78'də isə deyir ki, kökdə 45 üstə gəl kökdə 80'in tam hissəsini tap. Şöyle kökdə 45 nə deməkdir? 3 kökdə 5 deməkdir. Kökdə 80 də 4 kökdə 5 deməkdir. Cəmi eləyir 7 kökdə 5. 7 kökdə 5'i. Vurğu kök şərəsi altına salsaq, kök hatta 49 vur 5, yəni 245 deməkdir. 245 də 15 ilə 16 arasındadır, düzdürmü? Onda bu 15 tam neçə deməkdir, düzdürmü? Yəni 15 tamdan sonra ola bilsin sonsuz dövran, irrasional ədəddə sonsuz dövranlıq kəsir gəlir. O deməkdir ki, tam hissəsi nə olacaq? 15. Sonra 79'da isə
Bizə deyir ki, birinci verib kökdə 252, ikincidə verib kökdə 588, üçüncüdə verib kökdə 882. Nə deyir? Uyğunluğu müəyyən edin. Hə, yəni vurğu kök işarəsi altından çıxarın. Aha, 252 nə deməkdir? Bir də saniyə baxaq. Deməli 2-yə 4-ə bölsək nə edir? 63, hə? Hə. Yoxsa 63 edir. Dört vuraq 63 kimi yazsam. Sonra 4'ə dəymirəm. 63'ü 9 vur 7 kimi yazsam. 4'dən çıxacaq 2, 9'dan çıxacaq 3. Yəni 2 vur 3 edəcək 6 kökdə 7. 588 isə deməli kök adda 4 vuraq. Nə kimi yaza bilərəm bunu? Deməli 1 18'ə 4 dəfə 28'ə 7 dəfə 147. Aha. Bunu isə kök adda 4'ə dəymirəm. 21 vur 7 kimi yaza bilərəm. Yəni 49 vur 3 şəklində yaza bilərəm. Düzdürmü? 4'dən çıxır 2. 49'dan çıxır 7. 2 etdim 14 kökdə 3 şəklində. 882'nin isə deməli 4, 8 yox. Bunun 2, 24, 42, 7. Aha. 6 vuraq. 1, 2, 28'ə 4 dəfə. 24, 4, 42, 7 dəfə. Aha. Bu formada 6'ya dəymirəm. 147'ni isə 49 vur 3 şəklində yazsam. Altında 2 vur 3 şəklində yazsam. Deməli 49'dan çıxır 7. Bu 2'dən 3'dən çıxır 3. Kökdə 2'də qalır. Bu da eləyir 21 kökdə 2. Deməli 6 kökdə 7, 14 kökdə 3, 21 kökdə 7. 1 oldu A, 2 oldu C, 3 oldu Y. Cavabımız oldu A, C, Y. Və 80-ci sualda isə bizə verib ki, uyğunluğu müəyyən edin. Birincidə verib A kökdə -1 böl A. İkincidə verib -A kökdə 1 bölək A. Üçüncüdə verib -A kökdə -1 bölək A. Aha. Şöyle vurğu kök işarəsi altına salsam. Birincidə kvadrata yüksəldib içəri vuracam. Kökdə A'nın kvadratı vuraq 1 bölək A. Qarşıda mənfidə. Bu mənfi bu içəridə qalır. Olacaq nə? Kök adda -A. Yox, uşaqlar, gəlin belə yazalım onda. Əgər kök işarəsi içərisində mənfi varsa, deməli A mənfidir. Düzdür? Olacaq bunu yuxarı yazaq. Aha, A'nın mənfi olduğunu bilirik burada. A mənfidirsə, onda yazacağıq. Mənfi, baxın, mənfini çıxaracaq bayır. A mənfidir axı. İndi kvadrata yüksəldəcəyik. Kök adda A'nın kvadratı vuraq -1 bölək A. Bu bizə nəyi verəcək? Mənfi kök adda -A. Bu bizə belə verəcək. Burada isə A müsbətdir. Çünki A müsbətdir ki, burada kök işarəsi altında müsbət olaraq qalıb. Onda mənfiyə dəymirəm, çöldəki mənfiyə. Bunu yüksəldirəm kvadrata. Kök adda A kvadratı vuraq 1 bölək A. Bu bizə verir -, kök adda A. Düzdürmü? Aha, bəli, bu doğrudur. Burada isə A mənfidir. Baxın. A mənfidir. Düzmü yazdım? Ha, A mənfidir. A mənfidir ki, burada mənfidir də. Onda nə edəcəyik? Kvadrata yüksəldirəm.
Demək A özü mənfidirsə, bu qarşıya mənfi verəcək. Olacaq bu müsbət bu heç. Kvadratı ilə kök atda A-nın kvadratı vuraq -1/ya. Bu bizə nə verəcək? Kök mənfi yox. Müsbət bu heç. İçəridə bununla bu girəcək. Acaq -A. Belə bir cavab var. Bəli. Var, burada var. Deməli 1 oldu nə? Y düzdürmü? A kökdə mənfi. 2 oldu mənfi kökdə A. 2 oldu D. 3 oldu bu. Bu harda var? C'də var. Deməli oldu Y, D, C. Belə. Aha. Bu qədər uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Sağ olun.